Əlbəttə ki, mənim üçün fərqi yoxdur. Manchester City qalib gələcək, Arsenal qalib gələcək. Nə istisi var bunun, nə soyuğu var bunun. Mənim vecimə deyil. West Ham'ın vurduğu gol da ştrafdır. Yəni təmiz qayda pozuntusudur. Amma əgər bu qayda pozuntusunu sayırsınızsa, bütün belə momentlər qayda pozuntusu kimi qələmə verildi. Bəli, niyə ilk turda Altay Bayandırın epizodu faul deyildi onda? Saliba Altay Bayandırla nə yaşayır? Saliba Altay Bayandırın əl tutmaq şeydə qapısını nə etmək istəyir, tutur da onu. X arqument gələ bilər ki, Samir, orada ancaq Fabio'nun əli değildi. Arxadan West Ham müdafiəçisi dartırdı şeyi. Onun üçün də çox maraqlı bir kadr verirəm sizə. Bu Aston Villa'ya qarşı olan bir kadrdır. Burada Gabriel dirsəylə Martinez'in sifətinə qoyaraq kəllə vurur. Bu kadrda bəs etmirsə, Chelsea ilə oyunda kadr. Sanchez'i Trossard arxadan sən o əvvəl Yaponiyada metroda olur, itəliyirlər belə ki, girə biləsən basa-basta. Və Trossard belə itəliyir onu, və Trossard itəliyir. Sanchez topu tutanmır və gol vururlar. Bu da bəs eləmirsən. Newcastle-la oyunda, 2-1 qutaran oyunda Gabriel'in qolu. Saliba Popla nə edir? Yəni Saliba prosta burada Popu belə bağlayır. Bir var sən bağlayarsan Pop qaça bilmir. Sən bağlayırsan saxlayırsan Popu. Yəni də ondansa dön bir dənə qoy da buna da. Bir dənə qoy rahatdan da. Yəni Pop çıxanmır. Yəni hamımız bilir ki, Pop necə yuxarıda oynayır. 2 metrdə qaqaşda çıxıb topu çıxar, ən azı müdaxilə eləyə bilərdi. Hələ mən Arsenalın özünə qarşı olan künc zərbələrində müdafiə olmağından danışmıram. O vəbşə katastrofadır. West Ham'dakı epizodu Declan Rice Mavropanasla nə edir? Yəni Mavropanos şalvarı çıxarsaydı, Declan Rice gedəcəkdi.